8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə Norveç Helsinki Komitəsi açıqlama yayıb. Açıqlamada deyilir: Azərbaycanda qadın jurnalistlərin haqsız yerə həbs edilməsi yanlış, biabırçı və qorxaqlıqdır. Abzas Media nəşri, Toplum TV və Meydan TV 2023-cü ildən hökumət repressiyaları ilə üzləşib. Həmin media qurumlarının həbs edilən jurnalistlərinin arasında xanım əməkdaşlar da var. Həbsdə olan qadın jurnalistlərin bəzilərinin ciddi sağlamlıq problemləri var. Onlara təcili tibbi yardım lazımdır. Sənədin sonunda da vurğulanır ki, qürurla qadına dəyər verildiyini iddia edən bir ölkədə 8 tənqidçi qadının cəzalandırılmasının ironiyası sözlə əməlin ziddiyyətindədir. Qeyd edək ki, yerli hüquq müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə hazırda Azərbaycan həbsxanalarında təxminən 300-dən çox siyasi məhbus var. Azərbaycanlı rəsmiləri isə bir qayda olaraq fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir. Ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının tam olaraq təmin edildiyini vurğulayırlar. Eyni zamanda Beynəlxalq İnsan Haqları Qurumları, ABŞ Dövlət Departamenti, Bakıdakı bir qrup qərb diplomatı da hökumətdə haqsız tutulanları azad etməyə, müstəqil mediaya, vətəndaş cəmiyyətinə təzyiqləri dayandırmağa çağırıb.